Benzin içib yerindən tərpənməyən, tormuzu Allaha əmanət olan Sovet əfsanəsi ZIS 150. Qardaşım, kənardan baxanda adama elə gəlir ki, bu ZIS 150 tam müasir, bomba kimi bir maşındır. Amma gəl gör ki, kapotun altında motor sanki pensiyaya çıxmış bir asma xəstəsidir. Maşını biraz yüklədim və salam, zülm başladı. Sürücü sükan arxasında şofer yox, sanki Grossmeister idi. Gərək hər skorustu yolun hər millimetrini qabaqcadan hesablayaydı. Hələ mən bunun benzin içməyini demirəm, yanacağı su kimi içirdi, amma ortada zərrə qədər güc və xeyir yox idi. Elə bir qonaqlıqda ən çox kabab yeyib, hesab gələndə qaqa mənim qarnım ağrıyır deyib tualetə qaçan o məşhur dostlar var ha. ZIS 150'nin də motoru tam olaraq o idi. Müharibədən təzə çıxmış ölkə üçün bu cür motor əməlli başlı faciə idi. Amma durniyə ən maraqlısı qabaqdadır. Sürücülər zülmdən də olsa motora dözürdülər. Bəs bilirsiniz onların əsl qorxulu yuxusu nə idi? Tormuzlar. O tormuza basanda maşının durub durmayacağı ancaq Allaha və bir də fizika qanunlarının insafına qalmışdı. Bəs sizin həyatınızda ZIS 150 kimi çox benzin içib heç bir işə yaramayan maşınlar ya da adamlar var? Yorumlarda yazın görə kimlər nələr çəkib bunlardan. Və sonda o əsrarəngiz barmaqlarınla videonu bəyənib kanalıma abunə olmağı unutma. Sabaha qədər.